Herkese salam, Fidaner kanalına xoş gəlmisiniz. Bu gün nəhayət gözlədiyimiz o toy vlogunu çəkirəm. Amma bu qız toydur, oğlan toyuna hələ var. Deməli, əslində toydan bir gün sonraki gündür bu gün, bu videonu çəkdiyim gün. Çünki toy günü birlikdə istəyirdim qızlarla videonu başladım, açım, amma mən nənəmgilə getmişdim hazırlaşmağa. Mən də salona getmişdim. Elza da öz evinə getdi, hazırlaşdı. Zümrüd də bu arada yanımızda yoxdur, çünki yatdı. Çox yorulmuşdu, nənəsində hamımız yorulmuşduq. Deməli, istəyirəm ki, siz videonu izləyəsiniz. Ümid edirəm, yaxşı, maraqlı bir vlog ortaya çıxmışdır. Elza, qısa video başlanğıcı sözləri almışsan. Video başlanğıcı sözləri, dünənimiz çox maraqlı keçdi. Yəni, o toyda çoxlu şəkillər çəkdirdik. Gələn kimi onları da paylaşdıq. Zaten Fidan vloqa qoyanda videolarımızı, şəkillərimizi görəsiniz. Siz də maraqlı vlog izləyəsiniz. İnşallah. Videonu hələ bundan sonra gedəcəm editləməyə. Heç bilmirəm neçə dəqiqəlik olduğunu da. Amma baxaq. Salonda bu arada demişdim çəkəcəm hızlı çəkimdə necə hazırlaşmışam falan. Çəkə bilmədim. Amma oğlan toyunda çalışacağam o video kadrlarını da çəkim, əlavə edeyim videoya. Belə, onda siz neyinizə keçsinlər videonu izləməyə. Buyurun, izləyin. Xoş izləmələr. Deməli, mən hazıram toya nəhayət. Bu gün qız toyudur. Deməli, indi sizə hazır olduğum bir vəziyyəti göstərəcəm. Biraz danışım. Bu dırnaqlarımdır. Donumla çox uyumlu olub məncə. Belə. Belə bir sep taxdım, sırqalarım. Makyajımı və saçımı salonda elədim bu arada belə. Kirpik də taxdırdım. Saçımda belə qaşlar var. Belə. Donumu tam göstərə bilməyəcəm, amma şəklimi bura qoyacam. Belə olmuşam, şəklimi bura qoyacam, baxarsınız. İndi tələsirəm, çağırırlar deyə getməliyəm. Qısaca dedim, göstərim. Birazdan gedirəm bibim qızlarının yanına, onları da çəkərəm. Məncə onlar da çox qəşəng olub. Burada artıq dans edirlər. Amma mən toyda olan mahnılarla birlikdə bu videoları əlavə eləyə bilmədim. Özüm başqa mahnılar əlavə elədim. Hətta giriş mahnıları başqa mahnı idi, o deyildi. Sadəcə YouTube'a görə dəyişməli idim. Burada da Elza ilə həm yemək yeyirik, həm də qız tərəfindən kim necə olub falan onları yorumluyurduq. Bu arada necə olmuşam makyajım, saçım. Əgər istəsəz yorumlara yaza bilərsiniz. Oğlan toyu üçün də mənim donum mavidir, amma açıq mavidir. Onu daha çox bəyəndiyim üçün oğlan toyuna saxlamışam. Bu arada unutmamış bunu da deyim. 100 abunə olmağımızda çox az qalır. Abunə olsa sevinərəm.
deməli aşağıya yerləşir. Arada arada oynayırıq, arada yeyirik, arada otururuq. Bu arada ayaqqabılarını dəyişdim. Ayağımı çox savrıdır, amma çatmır. Ayağımı dəyişmək istəyirdim, mən də məcbur olub Amma dəyişdim. çatmamış. İşte oynamaq utanan qızlar aşağıda. Mən normalda belə şeylərdə oynamağa utanıram, amma yəni əmmin toyunda Əslində. əmmin toyunda oynamayacaq halda Ancaq qız oynayacaq. toydu deyə, ancaq oğlan tərəf oynayanda oynayır. Ancaq oğlan toyunda Oğlan toyunda daha bomba bir bomba, vlog gələcək. Hətta elə indi videoda qalacaq. Elə indi bir yerdə dərik deyə daha şey oldu da, toyda başlaya bildik bir yerdə, amma oğlan toyda bir yerdə olacaq. Evdə bir yerdə İndi başlayacaq. daha çox qız evi olur. Tamam, da bizə baxır. Aman Allah. Videomuz bura qədər idi. Ümid edirəm ki, maraqlı bir vlog ortaya çıxmışdır və bəyənmişsinizdir. Mən toyu çox bəyəndim, çox maraqlı keçdi. Əsaslı o disko yeri, yəni mənim favorim o disko yeridir. Makyajım, saçım da gün boyu qaldı, yəni. Dodağıma vurulan pomada belə heç getmədi, orada nəsə yesəm də, içsəm də. Yəni makyajım tam qalmışdı dünən. Belə yəni, mən hər şeyi çox bəyəndim. Buyur. Mənə görə də toy çox maraqlı keçdi. Disko yeri falan olsun. Yəni zaten toyun ən maraqlı yeri mənə görə diskodur. Məncə də. Yəni çox maraqlıdır. Maraqlı toy keçdi. Geyimim haqqında da, saçım falan haqqında da. Yəni saçımı sadə eləmişdim. Sadəcə düşünürəm oğlan toyunda salona gedim. Oğlan toyu çünki bizim öz toyumuzdur. Bəli. Makyaj da demək olmaz çünki üzümə cəmi 2-3 bir şey vurmuşdum ki, çox sadə olmayım. Yəni mən də toyu bəyəndim. Belə, indi görək oğlan toyunda nələr olacaq. Oğlan toyu məncə daha da maraqlı olacaq. Çox. Çünki biz oğlan tərəfiyik. Ona görə oğlan toyunu daha da səbirsizliklə gözləyirik. Amma qız toyda dediyimiz kimi yəni çox maraqlı idi bizim üçün. Belə yəni, əgər vlogu bura qədər izlədinizsə, abunə olmağı, Like atmağı, yorum yazmağı unutmayın. Niyə? Çünki 100 abunəyə çox az qaldı. Belə, görüşərik. Hələlik.